uyğunluğu müəyyən edin. Əbhər sazişinin imzalanması 1500-cü ildir. Qarşısına yazırıq. 1500 olduğuna görə 15-ci yüzilliyə uyğunlaşdırırıq. Qızıl Ordu hökmdarı Toxtamışın Azərbaycana yürüşü 1385-ci ildə olmuşdur. Bu 14-cü yüzilliyə düşür və B-ni gətirib qarşısına yazırıq. Təbrizdə Çobani zülmünə qarşı üsyanın baş verməsi 1344-cü ilə təsadüf eləyir. Bu da 14-cü yüzilliyə uyğun gələn bir hadisədir. Ona görə C-ni bura yazırıq. D-də Molla Həsən adlı yerdə Krım xanının ordusunun məğlub edilməsi nə 14-cü yüzilliyə, nə də 15-ci yüzilliyə uyğun gəlmir. Bu, 16-cı əsrə aid bir hadisə olduğuna görə çıxardırıq. Teymuri hökmdarı Əbu Səidlə barışıq müqaviləsinin imzalanması 1459-cu il Qaraqoyunlu tarixinə aiddir. Bunu da gətirib 2-yə uyğunlaşdırırıq. Bu sualda düzgün cavabımız 1-ə BC, 2-yə AY olacaqdır.